Bugün deməli qrup haqqında gülməli bir oyun oynayırıq. Maraqlıdır daha doğrusu, gülməlidən daha çox maraqlıdır. İlk sual gəlir, qrupda kim daha çox küsür? Fidan. Ben senden küsmüşəm. Kim ilk başlığa gəlir? Məhtəb. Kim daha çox gecikir? Ləman. Kim daha çox sir saxlaya bilir? Fatmə. Nətər? Kim daha çox sir saxlaya bilir? Fatmə. Kim daha çox danışır? Aytaç. Kim daha tez utanır? Ləman. Sən fərqlisən. Kim daha çox dramatikdir? Heç kim. Bizdə dramatik yox. Kim daha çox pul xərcləyir? Fidan. Parası olmayan düşünsün. Benim param ölene kadar yeter. Kim daha çox şəkil çəkdirir? Fidan. Kim daha çox yemək sifarişi verir? Heç birimiz. Fakiriz ama salak değiliz çok şükür. Kim daha çox yol hazır? Sevinç. Okay. Fatmə da. Kim daha çox mesajlara gec cavab verir? Sevinç. Məncə də sevincdir. Kim daha çox dedikodu bilir? Ləman və Aytaç. Yanınız amcalarım. Dedikodu yapıyoruz. Birinci Aytaç, ikinci Ləman deyərdim buna. Kim daha çox zarafat edir? Aytaç. Kim daha çox tez əsəbləşir? Əsəbinə tuş gəldiyini insan Aytaçdır, ona görə Aytaç deyəcəm. Kim daha yaxşı məsləhət verir? Sevinç. Baxır konuya. Daha çox mən haqlıyam deyir. Heç kim. Ləman. Ləman bəlkə. İlk tanış olanda kim daha soyuq idi? Deyənə görə mən. Aytaç mənə qarşı bəli. Mən xoşum gəlmir də Fidandan. En büyük aşklar nefrətlə başlar. Şübhəli. Kimin daha çox crush'ı olur? Aytaç. Daha çox sağ ol. Havalı Səni sayır. Yine yer dəyişsək bir-birimizlə də bizim üçün ən çətin nə olardı? Fidan qədər dərsin. Ders çalışmam lazım. Ders çalışmaya geldim ben. Acilen ders çalışmam lazım. Növbəti sual gəlir. Kim daha çox universitet dramalarının içində qalır? Nə? Universitet draması dərsi. Nə? Universitet draması dərsi. Nə? Universitet draması dərsi. İlərdə kodunu olayın içərisində. Dostluğumuzun ən xaotik günü hansı olubdu? Nə? Xaotik günü hansı olub dostluğumuzun? Yəni dalaşmaq. Bir şeylər olmuyor dostlar. Yəni küsəndə də tez başlayır. Dostluğumuzda ən gülməli hadisə hansı idi? Deməli, balkonda oturmuşduq. Ləman ağlayırdı. Paxlava yeyə güya mən Ləmanı motivasiya etməyə Oxuduğu çalışırdım. kitabdan danışır. Qarğanın kitabında oxuduğum bütün faktları Ləman sakitləşdirdi. Çox böyük sakitlik olmuşdu. İkinci, Fatma ilə yenə balkonda oturub qarşıma ağladım. Mən deyim, sən çox dedin. Məncə də qar yağmışdı, biz də görməmişdik ki, saat 04:05 idi. 04:05 idi, aşağı düşmüşdük və pijamadaydı. Üçümüz də düz vicdanımıza kimi corab geyinmişdik. O qədər, yəni bildiyiniz bərbad bir kombində, yəni həqiqətən.